4 yaşlı uşağa iynə vurandan sonra iflic olub, bir ana sağlam uşağına xəstəxanaya gedir, xəstə uşaqla qayıdır. Bu xəbəri eşidəndə dəhşətə gəldim. Gəlin biraz bu barədə söhbət eləyək. Bilirəm ki, bu iynə qızdırmaya görə vurulmuşdu, amma mən peyvənddən danışmaq istəyirəm. Doğum evindən çıxdığımız gün Vaqifə peyvənd vurulmalı idi. Həkimi gəlmədiyinə görə bizi buraxmırdılar və mən imtina elədim və düşündüm ki, bu bir qismətdir. Əsas etiraz eləyən Zaur idi. Zaur heç bir peyvəndini vurdurmaq istəmirdi. Çünki qulağımıza çox şey çatmışdı və qorxurduq əslində. Onu da deyim ki, hər kəsin fikrinə hörmətlə yanaşıram. Biz uşaqlıqda bütün peyvəndlərimizi vurdurmuşuq. Yadıma düşür ki, mama bizi vaxtında poliklinikaya aparırdı. Medsistralar gəlib, məktəbdə belə vururdu və heç kim valideyni heç vaxt etiraz eləmirdi. Şəxsi fikrim budur ki, indiki peyvəndlərlə əvvəlki peyvəndlər çox seçilir. Ona görə də uşağıma vurdurmaq istəmirəm və heç bir fərqi də görmürəm. Peyvənd vurduran və vurdurmayan valideynlər mütləq yorumlarda yazın ki, uşaqlar daha mı tez xəstələnir və ya peyvənddən sonra heç mi xəstələnmir, virus tutmur. Məncə heç bir fərqi yoxdur. İstəyirsən vurdur, istəyirsən vurdurma. İndiki virusları bütün uşaqlar tutur. Mən isə sizin üçün qısa da olsa 2 günümü paylaşmaq istədim. Düzü bu vlog çox uzun olacaqdı, amma ayırdım və 2 vlog elədim. Məncə belə daha maraqlıdır. Fərqli mövzularda sizinlə söhbət eləyəcəm. Sizi bilmirəm, amma mən harasa getdiyim günlər çox xoşbəxt oluram. Səhər oyanıram ki, harası gedirəm, daha produktiv oluram. Fərq eləmir, hara olur olsun. Gedəndə xoşbəxt oluram. Düzü yaxınlarımız, özümüz sağlam olduğumuz hər gün xoşbəxtçilikdir, amma yenə də mən gəzməyi çox sevirəm. Səhər durdum ki, hava günəşlidir, evim təmiz, yeməyim hazır. Düşündüm ki, aşağı düşək. Vaqoş da samakatını götürmüşdü. Biraz samakatı sürdük, kitab oxudum, video çəkdik, yollandıq Bakıxanova. Hədiyyə alırdım qızlar, bir də Vaqoşa oyuncaq almaq istəyirdik. Onları alandan sonra bu marojnanı tapdım. Həqiqətən dadı mükəmməl idi, alıb sınamağa dəyər. Axşam oldu, hazırlaşdıq Zaurla, gəldik dostlarımızla görüşməyə. Balıq yedik, sonra gəldik molda, qəşəng desertlə çay içdik, dükanları gəzdik və gözəl vaxt keçirdik. Düzü birinci görüşümüz idi deyə heç nə çəkə bilmədim sizin üçün, amma düşünürəm ki, ikinci görüşdən nələrsə çəkib paylaşacağam. Şalvar axtarıram qızlar, amma ki, hal-hazırda heç bir şalvar mənə uyğun gəlmir düşünürəm. Əslində 27 razmer geyinirəm, 26 geyinəndə biraz dar qalır şalvar, amma 28 geyinəndə çox boş qalır. 27 razmerdə olmur deyə çətinlik çəkirəm. Mənim boyum 1.62-dir, çəkim isə 62-dir, amma o çəkini mənə heç kim verə bilmir. Düzü videolarda daha kök düşürəm, çünki təbii ki də videoda insan daha kök düşür, bunu hər kəs bilir, amma həyatda hansı izləyici məni görsə birinci sözü olur ki, siz necə incəsiz, siz necə arıqsız, həyatda daha arıq